Fəsil 2. Golem qarda topallaya-topallaya irəliləyirdi. Uzun qara kapşonlu plaşının ətəyi Kaprova küçəsini örtən çirkli palçığı sağlayırdı. Kapşonlu plaşının altında gizlənmiş iri platforma çəkmələri o qədər ağır idi ki, ayaqlarını güclə qaldırırdı. Üzü və kəlləsi soyuq havada bərkiyən qalın gilqatı ilə örtülmüşdü. Mən evə çatmalıyam. Efir toplanır. Efirin onu ələ keçirəcəyindən qorxan Golem həmişə özü ilə gəzdirdiyi kiçik metal çubuğu cibindən çıxardı. Başının üstünə qaldırıb bərk-bərk sıxdı və qurumuş gil üzərində xırda dairələr cızdı. Hələ yox. O gözlərini yumaraq sakitcə pıçıldadı. Efir bir anlıq da olsa dağıldı. Golem çubuğu yenidən cibinə qoydu və yoluna davam etdi. Birazca da döz. Sonra azadsan. Praqada Staromak kimi tanınan köhnə şəhər meydanı bu səhər tamamilə boş idi. Yalnız 2 turist, yandırılmış şəkərli kökələrini bərk-bərk sıxıb, məşhur orta əsr saatına baxırdı. Hər saat başı bu qədim mexanizm həvarilərin yürüşünü nümayiş etdirirdi. 2 kiçik pəncərədən növbə ilə görünüb yoxa çıxan müqəddəslərin mexaniki səs-küylü keçidi. 15-ci əsrdən bəri fasiləsiz işləyir, deyə Golem düşündü. Amma hələ də ona tamaşa etmək istəyən qoyun sürüsünü özünə cəlb edə bilir. Golem cütlüyün yanından keçəndə onlar istər-istəməz diksindilər və geri çəkildilər. Bu cür reaksiyalara o çoxdan alışmışdı. Bu ona fiziki bir bədəni olduğunu xatırladırdı. Hərçənd əslində nə olduğunu görə bilmirdilər. Mən Goleməm. Mən sizin aləminizdən deyiləm. Bəzən Golem özünü tük qədər xəfif hiss edirdi. Elə bil hər an havaya qalxıb uçacaqdı. Buna görə də fani qabığını ağır paltarlarla örtməyi sevirdi. Plaşının və platforma çəkmələrinin ağırlığı onu yerə bağlayırdı. Gilə bulaşmış başı və kapşonlu plaşı onu gecələr kostyumların adi hal aldığı Praqada belə qorxulu bir bədheybətə çevirirdi. Amma Golemi həqiqətən dəhşətli edən onun alnına həkk olunmuş 3 qədim hərf idi. Gil üzərinə palitra bıçağı ilə oyulmuşdu. Sağdan sola oxunan bu 3 ifrit hərfi alef, mem, tav, emet sözünü əmələ gətirirdi. Həqiqət. Golemi Praqaya gətirən də məhz həqiqət idi. Bu gecə Doktor Gesnerin ona etiraf etdiyi həqiqət, Praqanın dərinliklərində onun və tərəfdaşlarının törətdiyi vəhşiliklərin detallı etirafı. Bu cinayətlər iyrənc idi. Amma yaxın gələcək üçün planlaşdırılanlarla müqayisədə sönük qalırdı. Hamısını məhv edəcəyəm, deyə öz-özünə and içdi. Golem onların yaratdığı cəhənnəmi təsəvvür etdi. Tamamilə məhv edilmiş, torpağın bağrında tüstülənən uçurum kimi. Tapşırıq ağır olsa da, onun öhdəsindən gələcəyinə əmin idi. Doktor Gesner ona bilməli olduğu hər şeyi demişdi. Cəld olmalıyam, vaxt daralır. Beynində planı təkrar-təkrar götür-qoy edərkən düşündü. Golem cənub-şərqə döndü. Meydandan uzaqlaşaraq mənzilinə aparan dar bir dalana girdi. Köhnə şəhər məhəlləsi, gecə həyatı və özünə məxsus barları ilə tanınan dolama küçələrdən ibarət idi. Yazıçılar və ziyalılar üçün Tinska ədəbi kafesi, xakerlər və macəra axtaranlar üçün anonim bar, zövq sahibləri və kokteyl həvəskarları üçün isə Hemingway bar, təbii seks maşınları muzeyi də gec saatlara qədər açıq qalır və gecənin bir aləminə qədər tamaşaçıları cəlb edirdi. Golem qarlı dalanların dolaşıq yolları ilə irəlilədikcə, fikri nə bu gecə doktor Birgitta Gesnerə yaşatdığı dəhşətlərdə idi, nə də aldığı sarsıdıcı məlumatda. Yalnız onu düşünürdü. Həmişə onu düşünürdü. Mən onun qoruyucusuyam. O və mən bir-birinə əbədi bağlı 2 zərrəyik. Bu dünyada yeganə məqsədi onu qorumaq idi. Halbuki, o onun mövcudluğundan belə xəbərsiz idi. Buna baxmayaraq, ona xidmət etmək Golem üçün şərəf idi. Başqası üçün fədakarlıq etmək bu dünyadakı ən ali vəzifədir. Amma tam gizli şəkildə etmək. Bax bu, təmənnasız sevginin özüdür. Qoruyucu mələklər müxtəlif cildlərə girir. O saf idi və bilmədən qaranlıq elmin hökm sürdüyü bir dünyaya düşmüşdü. Ətrafında dövrə vuran köpək balıqlarını görmürdü. Golem bu gecə onlardan birini öldürmüşdü. Amma indi suda qan vardı. Tezliklə qaranlıq qüvvələr
dərinliklərdən üzə çıxacaqdı. Baş verənləri öyrənmək üçün, yaratdıqları qaranlığın sirrini qorumaq üçün. Çox gec olacaq, deyə Golem düşündü. Onların yeraltı cəhənnəmi tezliklə öz günahlarının ağırlığı altında əziləcəkdi. Qarlı küçələrdə yoluna davam etdikcə, Golem efirin təsirinin yenidən qayıtdığını hiss etdi. O, metal çubuğu bir daha başına sürtdü. Tezliklə, deyə özünə söz verdi. Bu arada Londonda cənab Finch adlı Amerikalı dəbdəbəli ofisində Cartier Panther eynəyini cilalayır və o tərəf bu tərəfə var-gəl edirdi. Səbirsizliyi artıq dərin bir narahatlığa çevrilmişdi. Gessner hardadır? Niyə onunla əlaqə saxlaya bilmirəm? O bilirdi ki, Çex nevroloq dünən gecə Catherine Solomonun mühazirəsində iştirak etmiş, sonra Finchə Solomonun tezliklə nəşr etdirəcək kitab barədə vacib bir ismarız göndərmişdi. Bu xeyrə əlamət deyildi, çünki Gessner indiyəcən Finchə zəng vurub yeniliklər barədə xəbər verməli idi. Amma hələ də ondan heç bir xəbər çıxmırdı və artıq dan yeri sökülürdü. Finch ona dəfələrlə mesaj yazmış, zəng etmişdi. Cavab vermirdi. 6 saat keçib. Gessner çox dəqiq insandı. Adi halda o belə davranmaz. Finch'in instinktləri güclü idi. Təəssüf. İndi həmin instinktlər ona Praqada nəyinsə yolunda getmədiyini deyirdi.